Həftənin bu gözəl son iş günündə ulduzların enerjisi bizə hansı sürprizləri hazırlayıb? Görəsən, kimlər cümə enerjisi ilə parlayacaq, kimlər isə həftə sonu öncəsi dincəlməyə üstünlük verəcək? Mikrofonda ulduzların dilini sizə çatdıran sadiq yol yoldaşınızdır. Hazırsınızsa, gəlin ulduzların pıçıltılarına qulaq asaq və günün proqnozuna başlayaq. Qoç. Qoçlar, 29 may günü sizə əsl cümə enerjisi bəxş edir. Həftənin son iş günündə yarımçıq qalmış bütün vacib işləri sürətlə yekunlaşdırıb, həftə sonuna rahat bir zehinlə daxil ola bilərsiniz. Aktivliyiniz və yüksək daxili motivasiyanız ətrafınızdakiların diqqətindən qaçmayacaq. Ola bilsin ki, axşam saatları üçün çox maraqlı bir sosial dəvət və ya dost görüşü təklifi alasınız. Şəxsi münasibətlərdə partnyorunuzla birlikdə həftə sonu üçün maraqlı macəra planları qurmaq aranızdakı bağları daha da isidəcək. Addımlarınızı cəsarətlə atın, ulduzlar bugün yolunuzu işıqlandırır. Buğalar, bugün maddi mövzular və özünüzü mənəvi cəhətdən güvəndə hiss etmək istəyiniz ön plandadır. Mayın 29-da büdcənizi gözdən keçirmək, gələcək investisiyalar haqqında düşünmək və bəlkə də özünüzü çoxdan bəri istədiyiniz kiçik bir hədiyyə ilə sevindirmək üçün əla fürsət yaranacaq. İş yerində göstərdiyiniz səbir və dayanıqlılıq rəhbərliyin rəğbətini qazanmağınıza kömək edəcək. Şəxsi həyatınızda isə romantika və sabitlik bir aradadır. Sevdiyiniz insanla birlikdə dadlı bir şam yeməyi keçirmək və ya evdə dincəlmək günün yorğunluğunu tamamilə unutduracaq. Əkizlər. Əkizlər, bugün ulduzlar sizin üçün tam mənası ilə ünsiyyət və dinamizm vəd edir. Yeni ideyalar, fərqli layihələr və maraqlı məlumat mübadiləsi gününüzə rəng qatacaq. İntellektual tərəfiniz sayəsində girdiyiniz hər mühitdə diqqət mərkəzində olacaqsınız. Eşq həyatınızda gözlənilməz flörtlər, xoş mesajlar və ya heyranlıq etirafları ilə qarşılaşa bilərsiniz. Diqqət etməli olduğunuz yeganə məqam şayələrdən və boş mübahisələrdən uzaq durmaqdır. Pozitiv enerjinizi qoruyun və gələcəyə inamla baxın, bugün uğur tamamilə sizinlədir. Xərçənglər, bugün diqqətinizi daxili dünyanıza və emosional ehtiyaclarınıza yönəltmək üçün mükəmməl bir gündür. Həftənin gərginliyini üzərinizdən atmaq üçün evinizdə hüzurlu bir mühit yaratmaq və ya yaxın ailə üzvləri ilə vaxt keçirmək sizə çox yaxşı təsir edəcək. İntuisiyanız bugün o qədər güclüdür ki, qarşılaşdığınız sualların cavabını daxilinizdə asanlıqla tapacaqsınız. Şəxsi münasibətlərdə səmimiyyət və qarşılıqlı güvən ön plana çıxır, sevdiyiniz insana ürəyinizi açmaqdan çəkinməyin. Ruhunuzu dinləyin, daxili səsinizə qulaq asın və sadəcə dincəlin. Şirlər, bugün yenidən səhnəyə çıxmaq və bütün diqqətləri üzərinizə çəkmək vaxtıdır. Sosial aktivliyiniz və xarizmanız pik nöqtədədir. Dost məclislərində, komanda işlərində və ya yaradıcı layihələrdə liderliyiniz hər kəs tərəfindən böyük rəğbətlə qəbul ediləcək. İnsanları ruhlandırmaq və onlara pozitiv enerji ötürmək bacarığınız bugün sizə yeni və maraqlı qapılar aça bilər. Eşq həyatınızda da romantik və ehtiraslı anlar gözlənilir. Sadəcə egonuzu biraz cilovlamağa və ətrafınızdakiların da fikirlərinə hörmət etməyə diqqət yetirin. Parlamağa davam edin. Qızlar, bugün peşəkar fəaliyyətiniz və karyeranızla bağlı məsələlər ön planda olacaq. Həftə sonu öncəsi yarımçıq qalmış bütün işləri mükəmməl şəkildə nizama salmaq, hesabatları tamamlamaq və hər şeyi planlaşdırmaq sizə böyük bir daxili rahatlıq bəxş edəcək. Detallara olan diqqətiniz rəhbərliyin gözündən qaçmayacaq və qiymətləndiriləcək. Maddi mövzularda ağıllı qərarlar vermək üçün də əla zamandır. Şəxsi həyatınızda isə iş gərginliyini evə daşımamağa çalışın, sevdiyiniz insana səmimi dəstək nümayiş etdirmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Tərəzi. Tərəzilər, bugün həyatınızda harmoniya, estetik gözəllik və dünya görüşünüzü genişləndirəcək mövzular ön plana çıxır. Yeni fəlsəfələr öyrənmək, səyahət planları qurmaq və ya mədəni tədbirlərdə iştirak etmək üçün möhtəşəm bir cümə günüdür.
İnsanlarla münasibətlərdə nümayiş etdirəcəyiniz təbii diplomatiya sayəsində hər hansı bir gərginliyi asanlıqla aradan qaldıracaqsınız. Şəxsi həyatınızda romantik küləklər əsir. Subay tərəzilər fərqli dünya görüşünə malik çox maraqlı bir insanla tanış ola bilərlər. Anın dadını çıxarın və ulduzların gətirdiyi gözəllikləri qəbul edin. Əqrəblər 29 may günü sizin üçün daxili güc və mənəvi transformasiya gətirir. Həyatınızda sizə yük olan köhnə düşüncələrdən, zərərli vərdişlərdən və ya insanlardan azad olmaq üçün mükəmməl bir zamandır. Maddi məsələlərdə, xüsusən də kredit, ortaq büdcə və ya sığorta mövzularında diqqətli və strateji addımlar ata bilərsiniz. İntuisiyanız bugün sizə gizli sirlərin mahiyyətini anlamaqda kömək edəcək. Şəxsi münasibətlərdə emosional dərinlik və güclü bağlar ön plana çıxır, partnyorunuza qarşı dürüst və səmimi olun. Dəyişiklikdən qorxmayın, o sizə uğur gətirəcək. Oxatanlar, bugün bütün diqqətiniz ikitərəfli münasibətlərə, evliliyə və ya işgüzar tərəfdaşlıqlara yönələcək. Qarşı tərəflə ortaq məxrəcə gəlmək, kompromislər etmək və ədalətli yanaşmaq bugünün uğur açarıdır. Sosial aktivliyiniz çox yüksək olacaq və dostlarınızla birlikdə keçirəcəyiniz vaxt sizə böyük motivasiya bəxş edəcək. Əgər şəxsi həyatınızda həll olunmamış suallar varsa, açıq və dürüst bir dialoq qurmaq üçün ən uyğun gündür. Subay oxatanlar üçün ciddi təməlləri olan yeni bir sevgi macərası başlaya bilər. Münasibətlərin gücünə inanın və addımlayın. Oğlaqlar, bugün gündəlik iş rejiminiz, sağlamlığınız və özünüzə qulluq mövzuları diqqət mərkəzində olacaq. Hər zamanki kimi məsuliyyətli və zəhmətkeş tərəfiniz ön plandadır. İş mühitində yarımçıq qalmış xırda detalları tamamlamaq və hər şeyi öz qaydasına salmaq sizə böyük məmnunluq gətirəcək. Sağlamlığınıza, qidalanma və idman rejimlərinizə yenidən baxmaq üçün əla fürsətdir. Şəxsi həyatınızda isə həftə sonunun yaxınlaşdığını xatırlayaraq iş gərginliyini unudun və sevdiyiniz insana zaman ayırın. Səbirlə atılan addımlar günün sonunda hər mənada öz bəhrəsini verəcək. Dolçalar, bugün həyatınızda sevgi, yaradıcılıq və şans rüzgarları coşquyla əsir. Yaradıcı layihələrinizlə parıldamaq, hobbilərinizə vaxt ayırmaq və daxili dünyanızdakı uşağı sevindirmək üçün möhtəşəm bir gündür. Eşq həyatınızda çox romantik, dinamik və unudulmaz anlar yaşana bilər, partnyorunuzla münasibətlərə yeni bir həyəcan və rəng qatacaqsınız. Subay dolçalar üçün isə gözlənilməz heyranlıqlar və ulduzların hazırladığı sevgi etirafları gündəmə gələ bilər. İncəsənətlə məşğul olmaq və ya yeni bir ideyanı reallaşdırmaq sizə böyük perspektivlər vəd edir. Cəsarətli olun, şans sizinlədir. Balıqlar, bugün emosional dərinliyiniz, zəngin xəyal dünyanız və güclü intuisiyanız sizə bələdçilik edəcək. Diqqətiniz tam mənası ilə evinizə, ailə üzvlərinizə və daxili hüzurunuza yönələcək. Evinizdə rahatlıq yaratmaq, bəlkə də kiçik estetik dəyişikliklər etmək ruhunuza çox müsbət təsir edəcək. Ailə üzvləri ilə səmimi söhbətlər etmək mənəvi bağlarınızı daha da dərinləşdirəcək. Ruhani inkişafınız üçün meditasiya etmək və ya sadəcə təbiətdə sakit vaxt keçirmək sizə möhtəşəm bir daxili güc bəxş edəcək. Öz daxili səsinizə güvənin və günün sakit enerjisindən zövq alın. Sonda, əziz dinləyicilər, may ayının 29-u üçün ulduzların sizə pıçıldadığı proqnozların sonuna gəldik. Ümid edirik ki, həftənin bu son iş gününün gətirdiyi pozitiv enerjilər həyatınızın hər bir küncünə işıq salacaq, sizə bol şans, sevgi və həftə sonu hüzuru bəxş edəcək. Unutmayın ki, ulduzlar sadəcə yolumuzu aydınladır, sükan isə həmişə sizin əlinizdədir. Videomuzu bəyənməyi, öz bürcünüz haqqında şərhlərinizi yazmağı və kanalımıza abunə olaraq bizə dəstək olmağı unutmayın. Növbəti yeni proqnozlarda görüşənədək ulduzunuz hər zaman parlasın, özünüzə çox yaxşı bakın.